Bu daha. Ne o? Bax, bu belə olmalıdır. Bu daha. Asas bu. Bunu hamını götürmək olmaz. Dahala. Bunları. Bax, əsl Azərbaycan çayı budur. Gül rəngi. Kimin ağrıyır canı, bol çay içsin mercanı. Min bir derdin dermanı, çay çay çay. Min bir derdin dermanı, çay çay çay. Armudu istekanda çay, yüreğimiz yananda çay. Dağısan ağısan çay çay çay. Ətirli sən dağısan çay çay çay. Hər kəsə gəlsə qonaq, lazım deyil soruşmaq. Versin yeməkdən qabaq çay çay çay. Versin yeməkdən qabaq çay çay çay. Qışın qarlı çağında, yayda gün qabağında, gəzirlər sorağında çay çay çay. Gəzirlər sorağında çay çay çay. Armudu istəkanda çay, ürəyimiz yananda çay. Bizim qəsəbəmiz hələ o dönəmlərdə ilk olaraq çayçılıq qəsəbəsi kimi yaranmışdı. 1974-cü ildə Almaniyanın Leipzig şəhərində Ümumdünya Çay Festivalı keçiriləndə Azərbaycan çayı Leipzig festivalının qızıl medalını qazandırmışdı. Və bu gün də o ənənə davam edir. Bizim çayımız yeganə məhsuldur ki, Çin Xalq Respublikasında 2 çayımız artıq satış kodu alıb. Qarabağ çay kolleksiyası, bir də ki, Xan çay kolleksiyamız. Toplam bizim 55 hektar çay bağımız var. Burada 10 hektar kalxiyyə sortu əkilmişdi. 55 hektarda isə Azərbaycan 2 sortu əkilir. Bu bizim ən çox, belə deyək, bəyəndiyimiz bir sortdur. Onun tərkibindəki elementlər daha çox zəngindir və bizim ən dəyərli çayımız Premium Gold da Azərbaycan 2 sortundan alınır. Şimdi bizim çay yığan qızlarımız hal-hazırda plantasiyada çay yığırlar. Bizdə intensiv yığım gedir, yığım dayanmır. Yəni bu yığım keyfiyyətinin ən yüksək parametrlərinə malik olan yığımıdır. Bax, görürsünüz bu Premium Gold yığımıdır. Bu ekstra nömrə 1 yığımdır. Bu isə buket yığımıdır. Gördüyünüz 3 yarpaq. İkisi də 3 yarpaqdır. Amma bu yarpaq böyük, bu yarpaqsı daha kiçikdir. Ona görə emalın sirləri ilk olaraq yığımdan başlayır. Yığım saat neçədə başlamalıdır? Hansı keyfiyyət parametrində yığılmalıdır? Hansı ölçülərdə yığılmalıdır? Və sonra artıq emal başlayır. Bizim ən yaxşı çayımız, ən yüksək keyfiyyətə malik olan çayımız Premium Gold çayıdır ki, bu ölçülərdə yığılır. Görürsünüz, yarpaq tam açılmamış, alxaya vurulmuş şəkildə aprel ayının 1-ci və ya 2-ci 10 günlüyündə, hava soyuq olanda o çay yarpağı daha qalın olur, daha çox barxıtlı olur arxası və ilk yığım olur o. İl ərzində 10 gün yığırıq, hər gün 1 saat olmaq şərti ilə gecə saat 5-dən 6-ya qədər. Sonra isə başlayır bizim digər yığımlarımız. Ekstra nömrə 1, buket, Xan çayı və digər çaylar oktyabr ayına qədər davam edir bu yığım prosesi. Ən çox sevdiyim çay Premium Gold'dur, amma mənim büdcəm ona yol vermir ki, onu hər gün içim. Cənab Prezident region səfərində Yaşıl çay fermer təsərrüfatına səfəri və burada işçilərimizlə görüşməsi, öz tövsiyələrini verməsi və bir ildə məni 2 medalla təltif eləməyi, həm tərəqqi medalı ilə, həm Cumhuriyyətimizin 100 illik medalı ilə. Yəni bunlar hamısı bu yaşıl qızıla verilən dəyərdir. Biz də bugün başımıza məqsəd qoymuşuq ki, Azərbaycanda 300-dən yuxarı çay çeşidi hazırlayaq. Hazırda 100-dən yuxarı çay çeşidi hazırlamışıq. Çox sağ olsun, Leyla xanım da dəyər verdi, gəldi, məhsullarımıza baxdı, tanış oldu. Məhsullar, o da öz tövsiyələrini verdi. Öz dəstəklərimi bundan sonra xanımlara göstərəcək. İlk gündən bu xanımlarla yola çıxmışam, bu çətin yola, amma bu yaşıl yola, belə deyək. Və bununla da qürur duyuram. Bugün mənim gücümün
gücümə güc qatan bu xanımlardır. Azərbaycan kişisi bu çayı yığa bilməyəcək. Azərbaycan kişisinin öz işi var. Bu günləri biz kişilərə desək ki, çay yığın, bu kolu kökündən çıxadacaqlar. Amma qadınlarımız zərif olduqları üçün zərif yanaşırlar. Ona görə də bax belə gözəl çaylar ərəsəyə gəlir. Mən 12 ildir burada işləyirəm. 12 ildir işləyirəm burada. Biz 10 nəfər işləyirik. Saat 9-un yarısında gəlirik, 12-də çıxırıq. Yəni də 2 tamamda gəlirik, 6-da çıxırıq. Elə burada mənim qaynətam, yoldaşım işləyib, qaynanam işləyib. İndi hal-hazırda mən işləyirəm. Bu daha. Ne o? Bax, bu belə olmalıdır. Bu daha əsas bu. Bunu hamını götürmək olmaz. Dahalar. Bunları. Baxır da, ən çox çay, yaxşı çay Şeyx çayıdır. Xatun çayı var, Araz çayı var, müdürümüzün çayı var. Xanımlara məsləhət görürəm, bu asan işdir. Gəlsinlər, puldur da. Gəlsinlər, işləsinlər, qazansınlar. Ən rahatdır. Belə gülə-gülə yağırıq, danışa-danışa, yoldaşlarımızla belə. Niyə oxumuruq? Lap oynayırıq da. Niyə oxumuruq? Oynayırıq da. Bir 10-15 il olar burada işləyirəm. Ailə üzvlərim də bu işlə məşğul olublar. Özüm də hal-hazırda burada işləyirəm. Bu çayları birinci qarışda eləyirik. Bir növləri çaydır. Bu yarpaqları da belə ikinci dərişi götürürük. Beləncə yığırıq. Ən sevdiyim çay, hamısı yaxşı, çayların yaxşı. Hamısı yaxşıdır. Beş ildir çay plantasiyasında çay emalçısı işləyirəm. İşimdən çox məmnunam. Yəni qabaq nənəm, anam, indi hal-hazırda anam da çay sahəsində işləyir. Evdar xanımlıqdan, yəni bir işçi xanım kimi başladım. Çox şadam işimə görə də. Yəni burada turistləri görürük. Leyla xanım Əliyeva gəldi, onunla görüşdüm, çox məmnun oldum. Yəni bizim çaylarımız, bütün çaylarımız gözəldir, təbii hazırlanır, qatqısızdır. Yəni mənim ən çox bəyəndiyim bizim Merlindir, Sultan çayımız var, Xan çayımız var, ekstra nömrə 1 çaylarımız var. Çayın soluqma prosesi çay istehsalında çox vacib elementlərdən biridir. Çayı mütləq bu formada soluqdurmalıyıq, sonra getməlidir rollerə. Rollerdə burulmalıdır. Çayın tərkibində ki 360-dan yuxarı elementlər var. Orada o elementlər başlayır çıxmağa. Burada da xanımlarımız belə qarışdırıb çayı soluqdururlar. Gedək növbəti mərhələ ilə tanış edək. Bu qurğunun adı rollerdir. Bunun işi çayı burmaqdır. Çay burularkən tərkibində olan elementlər üzə çıxır və belə çox ətirli bir çay əmələ gəlir. 2-45 dəqiqə bu qurğuda çay burulduqdan sonra gedib fermentasiya otağına və çay fermentasiya otağında su şərtlər altında fermentləşir. Çay rollerdən çıxandan sonra bu bambuk listlərə vurulur və bunun da öz şərtləri var. Hər bir çayın öz resepti olduğu kimi öz qalınlığı da var. Yəni neçə santimetr qalınlıqda tökülməlidir. Ən yüksək keyfiyyətlə hazırlanan çaylar 2 santimetr qalınlıqda bu listlərə vurulur və bu otağa, fermentasiya otağına qoyulur.
Hər çayın öz resepti var. 2 saatdan 4 saata qədər bu otaqda qalır. Və dəqiqələr dəyişdikcə çayın rəngi, dadı dəyişir və bu otaq belə soyuq duman verici qurğu ilə dumanlandırılır. Çay burada 2 saatdan 4 saatacan fermentləşir. Əsl Azərbaycan çayı, qara çay bu otaqda ərəsəyə gəlir. Sonra isə standart bir prosesdə, yəni peçdə 55 dəqiqə müddətinə 110-120 dərəcə temperaturda çay bişir və süfrələrinizə gəlir. Bu Xatunlar çay kolleksiyası Azərbaycan xanımlarına vəsf olunluqdur. Bakı çay kolleksiyamız var, Gəncə çay kolleksiyamız var, Şəki çay kolleksiyamız var, Lənkəran çay kolleksiyasıdır. Xan kolleksiyası, Qarabağ kolleksiyası, Turan çay kolleksiyası Türk Dövlətləri Birliyinin şərəfinə hazırlanıb və premium çay kolleksiyamızdır. Bir də son işimiz İngiltərədə keçirilən Windsor sarayındakı tədbirdə bizim çaylarımız İngiltərədə kral ailəsinə təqdim olundu. Bax, bu Azərbaycan və İngiltərə dostluğunun şərəfinə hazırlanmış bir çay kolleksiyasıdır. 8 çeşiddən premium çaylarımızdır. Bir də ki, Merlin çayı. Bu tədbirdə olan qonaqlar tərəfindən çox bəyənildi və 5 gün ərzində bu əhterli çayı orada çox bəhbəhlə içdilər. Qəlbimi dindir, sənə sözüm var, naz eyləmə, gəl görüşək yar. İl ərzində 12-14 min turist qəbul edirik və buna görə də bizim başqa bir layihəmiz var. Ekoagro turizmlə bağlı bu bölgəyə məxsus olan milli geyimlərin burada turistlərə verilməsi və çay səbətlərinin verilməsi. Bizim layihəmiz nədir? Qonaq evimizdə turistimiz qalır, özü çay yığır, öz yığdığı çayı biz burada ona instruktor veririk, özü hazırlayır və hazırladığı çayı axşam bizə məxsus olan elə bu plantasiyadakı Milado restoranında oturub degustasiya edirik. Degustasiya elədiyimiz çayı qiymətləndiririk, dəyərindən 50% ucuz həmən turist alıb özündən apara bilir. Sevgilim, həyatımda var sevdalı bir yar, çıx yaşıl üzə, qona gəl bizə. Bura bizim çaylarımızın dəmlənən çayxanasıdır. Bu da bizim çayçı ustamızdır, Eldar usta. Burada turistlərimiz dükanda satılan çayları gedib seçirlər. Hansı çay xoşlarına gəlirsə, onu gətirib dəmlətdirirlər. Dəmlətdirib içəndən sonra artıq qərar verirlər ki, özləri ilə qaydanda hansı çayı alsınlar. Həyatımda var sevdalı bir yar, çıx yaşıl üzə, qona gəl bizə. Çıx yaşıl üzə, qona gəl bizə. Əşi, qoyun bir qurtum çayımı içində. Yaxşıdan da bizə. Naxçıvanda buna dişləmə çay deyərlər. Çay ancaq dən büyür. Dən şəkər mi? Var çayı da. İndi də deyil. Gedir düzündə
Armudlu stəkanda çay, Məclisimiz düzəldi. baklava ilə. Qonaqlar hamısı gəldi. Məclisimiz Dostlarımız şeysin, düşmənlərin gözü kör oldu. için yuxarı başa tez keçin oturun yeyin için tez düzün qədəhləri tez düzün çay sizin ay qədəhlərə çay sizin tez düzün qədəhləri tez düzün çay sizin ay qədəhlərə çay sizin Bax, əsl Azərbaycan çayı budur. Pürrənci. Bilirsiniz, Azərbaycan çay süfrəsinin özünə məxsus bir mədəniyyəti var. Azərbaycan xalqı əsrlərdir bunu yaşadır. Bunlardan biri də ki, süfrəyə düzülən bu təamlardır, xüsusən də mürəbbə. Və Lənkərana aid olan burada qəndi külçə deyilən bir şirniyyat növü var. Əsas məsələlərdən biri çay, bir də ki, bizim xüsusi hazırladığımız cənnət halvasıdır ki, cənnət halvası bir neçə il bundan qabaq İstanbulda keçirilən halal festivalda Azərbaycana qızıl medalı qazandırmışdı. O mənim anamın reseptidir. Hər bir dövlətin vətəndaşının 94%, 95% vətəndaşı bir məhsuldan yeyirsə, o məhsul strateji məhsul sayılır, amma bizim vətəndaşımızın 100%-i çay içir. Çay da bizim ənənəvi içki növümüzdür. Bizim yaranışımızdan son mənzilə yola salana qədər bizi müşahidə edən bir məhsuldur. Elçilik mərasimində çay içmədən, çaya şirini salmadan bir xeyir-dua verilməz. Mütləq çayla cavablandırılır. Hətta orada ikinci bir ifadə olunmur. Deyilir ki, çayı içə bilərsən və ya çayı şirin elə iç. Mübarek olsun. Xoşbəxt olsunlar. Çok sağ olun. Allah can sağlığı versin size. Xoşbəxt olsunlar. Ayşe, oradan bir şirin çay gelsin bizim için. Hər biriniz Lənkərana gəlin, bu gözəl məhsullardan dadın, siz də fərqinə varın. Fərqinə varın ki, bu necə çaydır. İlk olaraq vizual görüntü gözəl olmalıdır. Çay pürrənci olmalıdır ki, sənin xoşuna gəlsin. Sonra ətirli olmalıdır. Sonra da bax belə dadlı olmalıdır. Bax, belə işlər.